Torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizdən biri də Camal Həsənov Aslanoğludur. 1974-cü il yanvarın 2-də Yardımlı rayonunda sənətkar ailəsində anadan olub. 1981-1991-ci illərdə Yardımlı qəsəbə 2 saylı orta məktəbdə təhsil almağı nəzərdə tutmuşdu. İmtahanda uğur əldə edə bilməyən Camal vətənin ağır günlərində könüllü olaraq milli orduya yazıldı. Pulemyotçu idi. Füzuli Ağdam cəbhəsində bir çox hərbi əməliyyatlarda yaxından iştirak edib. Camal bu döyüşlərdə dəfələrlə yaralanmasına baxmayaraq döyüşmək arzusu onu daim öndə olmağa cürətləndirdi. Lakin Camal Həsənovun 1992-ci il oktyabrın 31-də Füzuli rayonunda gedən döyüşlər zamanı şəhid oldu. Yardımlı rayonunda küçələrdən birinə şəhid Camal Həsənovun adı verilib. Ruhun şad olsun, qardaşım.